Namazını qılmaq, onu xuşu ilə qılmaq lazımdır. Dünyanın arxanda qoymaq, hər şey tərk eləmək, özünü Allah Taala'nın qarşısında hiss edərək, nə dediyini başa düşərək, etdiyin hərəkətlər, dediyin sözləri. Deyirlər ki, xuşu o deyir, qəlbin həmin yerdə iştirak eləməsi, oyaq olmasıdır, fikirləşməsidir. Namaz qılan kəs dediyi şeyi fikirləşməsidir, etdiyi şeyi başa düşməsidir. Bu mühüm bir işdir. Çünkü namaz, huşusuz namaz, ruhsuz bedendir. Huşusuz namaz, ruhsuz bedendir. Kimidir? Sen namaz kılırsan, ama senin qəlbin hər bir vadidədir. Sağda solda bilmirsən, hardadır sənin qəlbin. Sən hərəkət edirsən bədənlə, təkcə, amma qəlbin başqa yerlərdədir. Əgər sənin qəlbin oraya gələsə, orada iştirak edəsə olsa, qəlbin də hərəkət edirsən, qəlbin də orada iştirak edir. Təşvur ki, ənnəkə beynə yedilləyi, sən hiss edirsən ki, sanki Allahın qarşısındasan, onu hiss edirsən. Və onun kəlamı ilə onu çağırırsan, ona yaxınlaşırsan, onu zikr eləməklə, dua eləməklə. Fəhədə huvə lubbu salati və ruhiyyə. Bu namazın beyni və ruhudur. Belə olur.